Avropanın bir sıra şəhərlərində, xüsusilə Parisdə, Madriddə, yaxın günlərdə isə Çexiyanın şəhərlərində ictimai təhlükəsizlik və infrastruktur problemləri səbəbindən elektrik skuterlərinin istifadəsinə məhdudiyyətlər tətbiq olunub və ya onların hərəkəti tamamilə qadağan edilib. Bu tendensiya ictimai nəqliyyatda yeni təhlükəsizlik standartlarının formalaşmasına səbəb olur və Azərbaycan üçün də aktual sual yaradır. Ölkəmizdə də bu cür məhdudiyyətlər tətbiq oluna bilərmi? Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert İlqar Hüseynli Yeniçağaza açıqlamasında bildirib ki, gələcəkdə elektrik skuterlərindən kütləvi şəkildə istifadə olunarsa, infrastruktur məsələsini ciddi şəkildə düşünmək lazım gələcək. Çünki hazırda ölkəmizdə bu sahədə əksər hallarda ciddi problemlər mövcuddur. Ümumiyyətlə Azərbaycanda elektrik skuterlərdən istifadənin səviyyəsi o həddə gəlib çatmayıb ki, bizdə Paris kimi, Madriddə, Çexiyada olduğu kimi ciddi qəzalar və sistemli qəzalar baş versin ki, bizdə onun artıq hərəkətindən məhdudiyyətlər tətbiq edək. Onsuz da bizdə bu çox geniş hələ vüsət almayıb. Baxaq görək tam olaraq skuterlərdən istifadə, velosipedlərdən istifadə nə zaman ümumiyyətlə bizdə sürətlənəcək, belə deyək də, intensiv bir hala gələcək. Ondan sonra qəzaların statistikasını aparmaq olar. Hələlik elə bir ciddi qəzalar, elə bir risklər hələ ki yoxdur. O statistikada qeydə alınmayıb çox ciddi şəkildə. Amma yollarımız skuterlər üçün genişdir. O avtomobil nəqliyyat vasitələri həmin yollara girmirlər, daxil olmurlar. Amma baxmayaraq ki, elə məhdudiyyət yerlər var ki, orada qəfil velosipedlər və skuterlər üçün ayrılan zolaq kəsilir. İctimai nəqliyyatın istifadə etdiyi ümumi zolaqlara daxil olmaq zorunda qalırlar. Amma bu da mən dediyim kimi çox da böyük bir say deyil. Əgər belə bir əhalinin kütləvi şəkildə skuterlərdən istifadəsi və hansısa kütləvi, belə deyək, narahatlıqlar əmələ gələrsə, bunda infrastrukturla bağlı da düşünməyə dəyəcək. Çünki bizdə infrastrukturda ciddi problemlər var. Xüsusən şəhərin yalnız bir hissəsində yollar ayrılıb, digər hissəsində yollar ayrılmıyor və məcburiyyətdən skuterlər artıq onlar üçün ayrılan yol bitən kimi ümumi avtomobil zolaqlarına daxil olmaq zorunda qalırlar və yaxud da ki, səkidən istifadə edirlər. Mən səkilərə transfer eləmirəm hər halda, həmin olmayan ərazilərdə.